Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillahillezî bi ni'meti ve tatimmus salihat. Nimetleri sayesinde salih emelleri tamamlayan Allah Subhanahu Taala'ya hamd senalar olsun. Muhterem Müslümanlar, bildiğiniz gibi artık Ramazan ayını tamamladık. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizim Ramazanda ettiğimiz emelleri bizden ihlaslı kəslərdən qəbul etdiği kimi qəbul etsin. Necə ki Allah Subhanahu Taala Quran-ı Kərimdə buyurur: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-din." Sizdən qabaqçılara da dini Allaha məxsus edərək, Allahın razılığını güdərək, Allahın rizası üçün etmək bu əmr edilmişdir. Allahdan istəyirəm ki, Allah Subhanahu Taala bu ayda qardaşlarımızın, bacılarımızın etdiyi bütün xeyir əməlləri, bütün ibadətləri öz dərgahında ixlaslı əməl kimi qəbul etsin. Və Allah Subhanahu Taala onların əməlini ixlaslı kəslərdən qəbul etdiyi kimi qəbul etsin. Ehsan Yardım Fonduna həvalə olunan məsələlərdən biri Ramazan boyunca iftar vermək idi. Təxminən bütün bölgəmizdə, bütün rayonlarda, eləcə də Bakı daxil 23 min nəfərlik iftar süfrələri verilib. Və bundan əlavə 8 min nəfərlik, 8 min insanın fitrəsi yığılıb və paylanılıb bayram namazına kimi. Eyni zamanda bölgələr daxil 500 ailəyə bayram sovqatı çatdırılıb. Və bununla yanaşı balaca balalarımızı da unutmamışıq və eləcə də balaca balalarımıza da bayram payları çatdırılıb. Və sonda Ehsan qrupu adından fürsətdən istifadə edib bütün ölkə daxilimizdə olan müsəlmanların hamısını Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah Subhanahu Taala bizlərdən və sizlərdən Ramazan ayında etdiyimiz bütün salih əməlləri, ibadətlərimizi qəbul etsin. Öz dərgahında məqbul əməllərdən etsin. Bayramınız mübarək olsun. Allah Subhanahu Taala bizləri neçə belə gözəl bayramlara çıxartsın. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.